Əgər siz də evdə yumşaq və pambıq kimi burger çörəyi hazırlamaq istəyirsinizsə, videonu sona kimi izləyin. İlk olaraq ilıq suya 2 çay qaşığı şəkər tozu və mayanı əlavə edərək aktivləşməsini gözləyirəm. Daha sonra unu, yumurtanı, duzu və yerdə qalan şəkəri qarışdırıram. Sonra aktivləşmiş mayanı əlavə edib yumşaq xəmir yoğururam. Xəmir toparlandıqdan sonra otaq temperaturunda yumşalmış kərə yağını əlavə edirəm və hamar elastik xəmir alınana qədər yoğururam. Hazır xəmiri yüngül yağlanmış masaya çıxarıram. Böyük kündə halına gətirib bərabər hissələrə bölürəm. Kündələri soba listinə düzürəm və otaq temperaturunda həcmi 2 qat artana qədər mayalandırıram. Kündələr mayalandıqdan sonra üzərinə yumurta sarısı və küncüt qarışımı əlavə edirəm. Sonda sobaya göndərirəm və nəticədə qızıl rəngli və pambıq kimi burger çörəkləri əldə edirəm. Nuş olsun.